Gəlin bir anlıq keçmişə qayıdaq. Televizor qarşısında əlimizdə kaset puskuda durub sevimli mahnımızın başlamasını gözləyirdik. Bilirsiniz niyə? Çünki sevdiyimiz mahnıları indiki kimi rahat yükləmək olmurdu. Ona görə də həmin musiqinin televiziyada səsləndiriləcəyini gözləyib onu kasetə yazırdıq. Düz mahnının ortasında otağa kimsə girib nəsə deyəndə isə sanki bütün dünya başımıza yıxılırdı. Bugün isə cibimizdə daşıdığımız kiçik cihazlar o vaxt üçün əzab olan işləri asana çevirib. Amma bu hələ başlanğıcdır. Çünki qarşıda bizi tamamilə fərqli bir reallıq gözləyir. Ekspertlərlə birlikdə 2050-ci ilin qapısını aralayanda qarşımıza çıxan mənzərə ən fantastik filmləri belə kölgədə qoyur. Bir zamanlar oyunlarda personajların bədəninə yeridilən və onlara fövqəltəbii güclər verən o mikroskopik robotlar, yəni nanitlər artıq sadəcə bir xəyal deyil. Mütəxəssislər deyir ki, 2050-ci ilə qədər maşın, elektronika və insan arasındakı sərhədlər artıq tamamilə şəffaflaşacaq. Amma söhbət sadəcə robot-insan obrazından getmir. Təsəvvür edin ki, bədəninizə daxil olan kiçik nanotexnoloji implantlar dərmanları birbaşa xəstə hüceyrələrə bir ünvan kimi çatdıracaq. Hətta bu gün çarəsiz görünən ağır depressiya və ya şizofreniya kimi xəstəliklər apteklərdəki həblərlə deyil, beynin müvafiq nöqtələrinə göndərilən kiçik elektron impulslarla həll ediləcək. Daha da maraqlısı odur ki, mütəxəssislərin iddialarına görə 2050-ci ildə hər birimizin bir rəqəmsal əkizi olacaq. Yeni bir müalicənin və ya həyat tərzinin nəticəsini virtual əkiziniz üzərində sınaqdan keçirib 10 il sonrakı halınızı bircə saniyədə görə biləcəksiniz. Bütün bunları eşitdikdən sonra süni intellektin bizə əvəzləyəcəyi qorxusu hər birimizin ağlının bir küncündə dolaşır. Lakin gəlin mənzərəyə biraz fərqli baxaq. Bəlkə də gələcək insanın öz bədəninin və zəkasının dar sərhədlərini aşdığı, xəstəliklərin sadəcə bir proqram səhvi kimi düzəldildiyi böyük bir intibah dövrü olacaq. Texnologiya bizə zaman qazandıracaq, amma o zamanı nə ilə dolduracağımıza yenə biz qərar verəcəyik. Gələcək bizə əvəzləmir, sadəcə daha üstün bir versiyamıza doğru aparır. Elə buna görə də əsas məsələ texnologiyanın hara getdiyi deyil, bizim necə irəliləməyimiz və onu idarə etmə formamızdır.